bir daha hər vaxtınız xeyir olsun. Biz gördüyünüz kimi vətəndaşın şikayəti əsnasında gəldik. Hal-hazırda operatorumuzdan xahiş edirəm götürsün. Ağcabədi rayon Hindarov inzibati ərazisində yerləşən Ağcabədi Agropark MMC-nin qarşısındayıq. Bura gəlişimizin səbəbi, bax gördüyünüz bu vətəndaşın şikayəti edib və qarşı tərəf olaraq biz Agroparkın təsisçi, direktoru qarşı tərəf olaraq dinləmək istəyirdik. Lakin bizə qeyd etdilər ki, bu Agropark MMC-nin direktoru burada yoxdur və eyni zamanda heç bir səlahiyyətli şəxslər burada hazırda yoxdur. Ona görə biz bu haqda sizə heç bir məlumat verə bilmərik. Təbii ki, ilk baxışdan görünür ki, orada səlahiyyətli şəxslər var. Çünki biz onlara nəysə deyəndə gözlə gedim dəqiqləşdirim gəlim. Gedirlər orada dəqiqləşdirirlər, gəlirlər. Əgər sual çıxır, burada səlahiyyətli şəxs yoxdursa, niyə məhz dəqiqləşdirmək üçün gedirlər, bax o binanı seç zəhmət olmasa. Gedirlər o binaya, daxil olurlar, 3-4 dəqiqədən sonra qayıdırlar ki, bəs filandır, bəhməndir, yəni yoxdur burada və burada da siz çəkiliş edə bilməzsiniz. Və mən onu qanun çərçivəsində başa saldım ki, bəli, jurnalistlərin qanun peşəsinə heç kəs maneçilik törədə bilməz. Əgər bu günlərin qarşı tərəf olaraq Ağcabədi Agropark MMC-nin səlahiyyətli şəxsləri bizə qarşı tərəf kimi mövqeyi bildirmirsə, artıq biz heç nə deyə bilmərik. Mən ümid edirəm ki, aidiyyatı qurumlar bax, bu şirkət haqqında ölçü götürəcəklər. Çünki vətəndaşın əlində, zəhmət olmasa ver, vətəndaşın əlində Ulu Öndər Heydər Əliyevimizin fərmanı ilə verilən 1998-ci ildə bu vətəndaşa və eyni zamanda vətəndaşın ailə üzvlərinə verilən torpaq əkin biçim üçün nəzərdə tutulmuş torpaq sahəsinin bu şirkət qarşı tərəf kimi mövqeyi bildirmir, qaçıb gizlənir və mən ərizə də yazıb vermişəm içəri ki, zəhmət olmasa şifahi olsa belə bizə məlumat versinlər. Çünki sabahların bu məsələ məhkəmə qarşısına çıxanda buradan deyirəm, mən buradayam, Ağcabədi Agroparkın qarşısındayam və burada mənim müraciətlərim var, qeydiyyata alıblar və qarşıma da heç kəs çıxmır. Qarşı tərəf olaraq mövqeyi bildirmirlər. Bu da o deməkdir ki, burada hər hansı bir saxtakarlıq var deyə heç kəs çıxıb nəysə deyə bilmir. Əgər düzdülərsə çıxsınlar, desinlər ki, qardaş, biz bu kişidən bu torpağı almışıq və yaxud bizə bağışlayıb. Bu kişi də gəlir ki, mənim torpağımı qanunsuz olaraq 6 il müddətdir ki, əkirlər, biçirlər, mənimsirlər, mənə məxsus olan heyvan, malqara və eyni zamanda uşaqlarımı mən saxlaya bilmirəm. Yəni, hər kəs də bilir ki, bu günlərim qəsəbələrdə, kəndlərdə vətəndaşların pul gəlir yeri torpaqdan çıxır. Bu 6 ildir bu vətəndaşın nə edirsən? 6 ildir sən o uşaqları və eyni zamanda mal qaranızı nə cür saxlayırsınız? Mal qaramı çox çətin vəziyyətdə saxlayıram. Hal-hazırda bu saat mənim mal qaram həyətyanı torpaq sahəsində əsir saxlanılır. Aləmlə birlikdə hər il mən həmən mal qaranı saxlamaqdan ötəri 8500-10.000 manat civarında o malqarıya, sırf malqarıya pul xərcləyir. Hələ ailə vəziyyətimə olunan xərclər, yəni aylıq bir ailəni 800.000 manat gücün təmin edir də. Onunla əlavədə çətinlik də olsa, zulüm də olsa, bir yolla ailəmizi təmin edir. Mən ümid edirəm ki, bu haqda aidiyyatı qurumlar müraciət eləyirəm, elə şəxsən bir mətbuat işçisi olaraq. Mən
İnanıram ki, bu məsələ haqqında ölçü götürüləcək. Allah dövlətimizi var eləsin, Allah prezidentimizi qorusun, Allah ordumuzu var eləsin, Allah şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür, can sağlığı versin. Bugün biz demokratik ölkədə yaşayırıq. Bizim söz azadlığımız var. Bu günlərin bax bu kişinin demokratik ölkədə yaşadığından asılı olmayaraq bu kişinin haqq səsini bax bu şirkət rəhbəri deyəkmi, yoxsa şirkətin hər hansı bir səlahiyyətli şəxsləri mi deyəkmi, hər kimsə tərəfindən bax bu kişinin haqq səsi boğulur, qapadılır və yuxarı qurumlara getməyə maneçilik törədir. O nöqtəyə nəzərdən də bu günlərim bu kişi bizə müraciət edib ki, bəlkə bizə mətbuat yolu ilə bizim haqq səsimiz aidiyyəti üzrə çatar, bu haqda bizə dövlətimiz köməklik göstərər. Və onu da qeyd edim ki, dəyərli izləyicilərimiz, kimsə gəlir bura müraciət edir, yəni mənim deməyim deyil, bax bu kişi deyir. Deyirlər ki, bu elə bir adamındır ki, gedişinlə məşğul. Get başını sal aşağı, gedişinlə Hər məşğul. dəfə gələndə o qaydada, yəni gəlmişəm bura dəfələrlə, Cəmşid Ağayev direktordur, Etibar Kərimovdur, burada səlahiyyətli nümayəndə Qasımov Azərdir. Deyirlər ki, get öz işinə məşğul ol. Bura elə bir şəxsə, elə bir vətəndaşa məxsusdur ki, yəni bura sənin heç cürə əlin girə bilməz. Bugünkü günə kimi də mənim səsim, aləmin səsi, bax bunların yəni vardarlığından bizim səsimin ucalmasına imkan vermirlər, maneə törədir. Ümid edirik ki, bu haqda ölçü götürüləcək. Salamat qalın.